Afət adı haqqında danışaq. Afət adı yenə bizə 5 enerjisi verir. Sadəcə bu xanımların adının ümumilikdə enerji dəyərində çox yüksək frekansiya. Başlayaq A hərfinin enerjisindən. Ümumiyyətlə adın kodlaşması çox yüksək cazibə verir. Bu xanımlar çox cazibədar olurlar və eyni ilə bu adda da həm də ana və ata karması balanslı şəkildə öz əksini tapdığına görə bu xanımlar həm də çox uğurlu olurlar. Dişil enerji də çox yüksəkdir bu adın. 5-in də verdiyi o yüksək frekansdan ümumilikdə bu cazibə enerjisi, olduqları ortamda diqqət çəkmə enerjisi onlarda çox güclü olur. Bu xanımların azadlığa, sərbəstliyə, gəzməyə, səyahətə və yeniliklərə marağı çox böyükdür. Bəzən çox səbirsiz ola bilirlər, öz yollarını, istiqamətlərini tapmaqda çətinlik çəkə bilərlər. Çünki rutinə və planlara çox ehtiyacları olur. Bir balaca səbirsiz ola bilirlər. Ona görə məsləhətdir ki, biraz daha təmkinli olsunlar, biraz daha planlı, proqramlı görsünlər işlərini. O zaman daha yaxşı uğur qazana bilərlər.